Salam, hər vaxtınız xeyir əziz və dəyərli xanımlar. Yenə mən gəldim, yenə yeni bir video ilə qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram və kanalıma dəstək olmaq üçün videonu maksimum dərəcədə bəyənmənizi, kanala abunə deyilsinizsə abunə olmanızı və video ilə bağlı fikirlərinizi də bildirsəniz çox sevinirəm. Öncədən hər birinizə təşəkkür edirəm. Bu dəfəki vlog kargo açılmadı. Yenə də bilirsiniz, demişəm ki, kargo açılımı videoları artıq ayrıca çəkəcəm. Vloglara əlavə etmirəm və belə hamısını yığıram. Ayrı-ayrı günlərdə gələn bağlamaları açdıqca çəkilişini etmişəm və hamısını bir araya yığıb bir vlog hazırlamışam sizin üçün. Buyurun izləyin, sizə xoş izləmələr. Və ilk bağlamanın, ilk açdığım məhsulu belə bir yataq dəstidir. Bunu yadınızdadırsa, vlogların birində görmüşdünüz. Buna bənzər bir yataq dəsti almışdım və onun prostini yox idi. Onun üçün ayrıca bir prostin sifariş elədim və üstündə də 2 dənə belə balışı da var. Bunun da yenə də keyfiyyəti yaxşıdır. Bir xanım yazmışdı ki, belə çox baha almışsınız. Burada belə dəstlər çox ucuz olur. Yəni deyim ki, həmən o dəstlərdən mən də almışam bir neçə dəfə, amma bu onun kimi deyil. Yəni bu keyfiyyətlidir. Bunu yəni istifadə etdikcə görürəm. Yəni həm necə rəngi solmur. Yəni yaxşıdır belə deyək. Ona görə də qiymətdə də fərqi var. Biraz baha olur. Və məhsul nömrələrini də burada qoyacağım. Kim istəsə girib baxar və bunu da görmüsünüz yəqin ki vlogumda. Hətta şortsda da paylaşmışdım bunu. Bu da yenə də tərəvəz saxlamaq üçün soyuducuda tərəvəzi təravətli və təzə saxlayır. Onun üçün almışdım. Daha doğrusu yəni göyərti saxlamaq üçün almışam bunu. Başqa rəngləri, başqa cürləri də var. Yəni meyvə saxlamaq üçün, pomidor, xiyar belə şeylər üçün. Bu yaşıllıqları saxlamaq üçündür. Və içi də belə, görürsünüz, belə bir qəribə bir teksturası var içinin, materialının. Və içinin o materialına görə çox təravətli saxlayır. Hava buraxmır, necəsə axırı təzə qalır. Günlərlə qalsa da içində xarab olmur. Və daha sonra bu nədir? Bu da ki, tərliklərdir. Evdə giyinməyə tərliklər az idi, köhnəlmişdi. Çoxsunu tulladım və yenisini almışam. Bu da belə yenə də keyfiyyətlidir. Burada da bundan satılır, amma belə keyfiyyətli deyil. Çox nazikdir. Bəyəndim bunu, möhkəmdir. Və rəngi də belə xoşuma gəldi. Ucuzdur özü də. Hər birinin məhsul nömrəsini qoyacağım ki, girib axtarışda yazıb tapa biləsiniz. Və bu da belə 100 ədədli əlcəkdir. Mətbəxdə iş görərkən lazım olduqda istifadə edin belə deyə aldım və material deyəndə yəni keyfiyyəti pis deyil, dartınan da cırılanlardan deyil də, yəni elastikdir, dartıldıqca dartılır, elə bir əlcəklərdir, çox yaxşıdır, bəyəndim onu da. Daha sonra bu da led işıqdır, bizdə hamamda orada moyda qıralmışdı, onun üstündəki led işıq xarab olmuşdu, yəni elə alanda elə idi, xarab çıxmışdı, ona görə də bunu aldıq ki, hamamda onun yerinə taxmaq üçün və belə bir arxasını maqnitləri var və soyub yapışdırırsınız və maqnit istədikdə çıxardıb izoletkaya qoyub yığır və uzun müddət işləyir. Bu da belə, hətta yəni işıq olmayanda belə yəni istifadə etmək olar. Üstündə də USB şnuru var. Və belə qızlar, daha sonraki məhsul nədir? Bu da belə yapışqandır. Bu nədir qızlar? Məsələn, tablo yapışdırmaq istəyirsinizsə divara, birini divara yapışdırırsınız, birini məsəl üçün tabloya soyub, yapışqanlıdır bir sözlə, bildiniz nə demək istədiyimi.
və onun kimi bir çox şeyi divara yapışdırmaq olur onun sayəsində və belə bir şey almışdım. Bu da yenə də arxası yapışqanlıdır, cırt-cırtlıdır. O bir hissəsini yapışdırırsınız dolabların içində və yaxud hara istəyirsiniz ora və cırt-cırtlı tərəfində üstündən yapışdırırsınız. Yenə də istədikdə çıxardıb təzədən yenidən yerinə taxmaq olur. Paketləri yığmaq üçündür. Hamısı görürsünüz belə ucuz, amma lazımlı əşyalardır hər biri və yenə də belə bir mətbəxdə istifadə etmək üçün dəst almışam. Belə jilka başlıqlı, dəmir başlıqlı şotkalardır. Bu qazın içində falan belə küncləri ehtiyac olan yerləri, yəni təmizləmək üçündür və üstündə 2 dənə də belə bir şey var. Bu da yenə də bir lazımlı şeylərdir. Və daha sonra nədir? Bu da yenə də asılqanlardır. Asılqan deyil, daha doğrusu bunu görmüsünüz vlogumda. Moykanın, yəni qabıyan çanağının içində bir küncdən yapışdırmışam üstünə süngər qoymaq üçün. Bu da ucuz amma gərəkli bir şeydir, belə düşünürəm. Və bu da bir başqa gündən çəkilən kargo açılma videosudur. Burada da bunu əşyanı çox həvəslə gözləyirdim. Axır ki gəlib çıxdı. Çox işimə yarayır. Bəyənərək almışam bunu da. Bu vakum aparatıdır. Yəni bildinizdə nədir? Vakum tərəvəzləri vakumlayıb buzluqda saxlamaq üçündür. Yaxşıdır. Yəni orta. Çox da güclü deməzdim, amma orta işə yarayacaq qədərdir. Və yenə də bunun içindən belə özünün şnuru var. Yəni USB ilə işləmir xanımlar bu. Ancaq toka taxaraq işlətmək o mümkündür. Və içində də özünün belə 2 ölçüdə, bir kiçik, bir böyük, yəni həm kiçik, həm böyük ölçüdə vakum paketləri var. Düzdür, ayrıca da almışam vakum paketi. Bilmirdim ki, içindən belə çıxacaq, amma yenə də çox olmağının ziyanı yoxdur. Uzun müddət işlədərəm yenə də. Və bu da vakum aparatının özüdür. Bunu da yenə də istifadə qaydasını necə olunur çəkmişəm, görəcəksiniz birazdan. Və bir tək yəni vakum üçün deyil, həm də ki, məsələn, nəysə alırsınızsa tərəvəzli, paketdə olan tərəvəzləri ağzı, yəni yarımçıq qalırsa ağzını bağlamaq üçün istifadə etmək olar. Yəni makaron aldımsa, saxlama qabına yerləşdirdi, o da paketdə qalırsa bununla ağzını bağlayıb yenə də hava keçmədən yəni saxlamaq olar, yəni dağılmır, sərgəli şəkildə qoyursunuz bir qırağa, yəni zapasların içinə. Və bu da həmən o dediyim vakum paketidir, amma bu necədir qızlar? 5 metrdir uzunluğu. Bunun kənarları, hər iki kənarları bağlıdır, amma uzunluğunu, yəni necə istədiyiniz ölçüdə kəsirsiniz. Məsələn, balaca lazımdırsa balaca, böyük lazımdırsa böyük, belə ölçüdə kəsib. Yəni elə bir tərəfini yapışdırıb, digər tərəfini yəni ərzağı doldurub, yenə də digər tərəfində bağlamaq mümkündür. Yəqin ki, başa sala bildim. Burada göstərirəm, belə bir tərəfini yapışdırdınız, kəsdiniz və daha sonra digər tərəfini də doldurduqdan sonra bağlayırsınız. Belə. Burada da göstərmək üçün daha aydın başa düşəsiniz deyə dondurucuda dondurulmuş kotletlər var idi. Dedim elə onu vakumlayım. Görəsiniz necə bir şeydir, necə istifadə olunur. Arxa fonda gələn səslərə görə də çox üzr istəyirəm. Yenə də bildiyiniz kimi həyətdə də təmir işləri gedir. Həyat yoldaşımın, yəni aşağıda iş otağında təmir işi gedir. Ona görə belə arada səslər gəlir. Üzrlü sayın.
Və belə ağzını bağladıqdan sonra hər iki tərəfdən bu düyməni basırsınız, vakuum düyməsini. Öncə havasını çəkir içindən, daha sonra dayandıqdan sonra özünün üstündə timeri var. Vaxtı yəni tamamlananda dayanır və digər düyməni isə basanda üzr istəyirəm. Digər düyməni basanda isə ağzını bağlayır, yəni yapışdırır və belə. Görürsünüz, yəni tam çəkdi, amma yəni o deyil də. O marketlərdə görürsünüz tam belə pres olur. Yenə də pis deyil. Bəyəndim. Çox az qaldı. Bəlkə də yəqin ki, kotlet olduğuna görə iridir deyə aralarda boşluqlar qaldı, amma belə normaldır. Çox bəyəndim əslində. Daha sonra bu da yenə də həmən gündən davamını çəkirəm. Əlavə olaraq nələr almışam onu göstərirəm. Burada da yenə də abadok almışam. Nəsə bilirsiniz, yəni abadoku çox deyəcəksiniz. Abadoku çox alırsam, amma yəni sevirəm mən abadok taxmağı. Ona görə də xoşlayıram belə fərqli abadoklarım olsun və bu dəfə də belə bir şey aldım. Materialı belə cins fason, amma boz rəngdə və üstündə də belə mirvari qaşlar və belə parıltılı qaşları da var. Və daha sonra 3 ədəd belə, bunlar nədir qızlar? Bunlar da yenə də led işıqlardır. Mətbəxdə o, bilirsiniz də, dolabların altını işıqlandırmaq üçün belə taxılan bir led işıqdır. Bu da yenə də USB ilədir. USB deyəndə yəni toka taxaraq istifadə etmək olur. Burada da powerbanka taxıram ki, görəsiniz necə bir şeydir. Yəni arxasında yapışqanı var. Arxasını soyub istədiyiniz yerə yapışdırırsınız. Bir tek mətbəxdə yox, bir çox yerdə istifadə etmək olar bunu. Məsələn, güzgü kənarlarına və yaxud televizorun arxasından taxırsınız, televizorun özünə belə yapışdırırsınız. Yanında çox gözəl divara effekt belə işıqlandırma verir, gözəl görsənir. Niyə 3-dən almışam? Biri 10 metrəlikdir, biri 4 metrəlikdir, biri isə 2 metrəlikdir. 2 metrəliyi özümə almışam, çünki məndə orada bir küncdən ancaq taxmaq mümkündür deyə balaca bir yer var. Orayı üçün o isə 2 metrə deyə 2 metrə aldım. Digərləri isə 4 metrəlik baldızım üçün almışam. Onun mebeli biraz böyükdür və ən böyük bizdə qaynanamın mebeli deyə ona 10 metrəlik almışam. Onu da artıq aparıb taxıblar. Çox gözəl də görsənir. Digər məhsul bu nədir qızlar? Bu da yenə də pəncərələrə pərdə falan, tül falan taxmaq üçün böyüyüb kiçilən bir, nə deyim buna? Bildiniz də buna, pərdəni buna taxıb divara bərkidirsiniz. Yəqin ki, mətbəximdə görmüsünüz, pərdəni bununla, pərdə taxmışam, həmən pərdəni bununla taxmışam. Bu da pərdənin özüdür. Yəni, artıq siz divarda onu görsətmişdim, görmüsünüz. Amma kargo açılımını hələ indi görürsünüz. Və pəncərəmin ölçüsündə qısa pərdə almışdım. Yəni, deyim sizə ki, qiyməti münasibdir, amma dəyər almağa, keyfiyyətini də bəyəndim. Yəni, bilmirəm, yuyulduqdan sonra necə olacaq, amma hələ ki, belə ilk görünüşdən pis deyil keyfiyyəti. Belə bir şeydir, xanımlar, görürsünüz, belə taxdınız. Hər ikisini yan-yana taxıb bərkizirsiniz. Pəncərədə mən içərdən pəncərənin bildiyinizdə qıraqları, kəndarları var. O içdən taxıb yəni ora oturtmuşam. Yəni karniz kimi deyil də, divara bərkidilir. Yəni taxdınız, çıxartmaq da istəyəndə pərdəni kənara çəkib həmən o borunu belə boşaldıb fırlanır da, belə şurup kimi də fırlanır. Belə buranda boşalır, divardan çıxı ayrılır. Çox rahat bir şeydir. Və belə bir yenə də bəlkə də deyərsiniz ki, yəni
olmasa da olar, amma mənim üçün bu lazımlı bir əşyadır. Bu da bilirsiniz də nədir? Tavalar, qızartmalar eləyəndə tavanın kənarına qoyursan ki, yağ hər tərəfə çıtıramasın və çox istəyirdim bunu, çoxdan istəyirdim almaq. Axırı ki aldım. Adi bir qızartma edəndə bütün bilirsiniz yağ hər yerə çıtırıyır, amma bunun vasitəsilə o şeyin qarşısını almır və qızartmanı bitirdikdən sonra bir tək bunun üstünü yuyub tezdən qoyursunuz kənara. Növbəti dəfə yenə də istifadə olunur. Yəni belə aldığım hər bir şeydən çox razı qaldım və bu da son məhsulu idi göstərəcəyim və videom burada artıq sona çatdı. İzlədiyiniz üçün çox sağ ol deyirəm. Növbəti qarğaçılı videoda inşallah görüşərik. Sağ olun, sağlıqla qalın.